Hər halda yenidən bu temaya qayıdıram. Əlbəttə fərqindəyəm ki, son bir ay ərzində ən azı 3 və ya 4 dəfə Azərqaz mövzusuna müraciət edirəm. Sadəcə bir səbəbi var. Bu dələduzlar Azərbaycanda bütün evlərə təbii qaz şəklində soxulub, hər cür fırıldaqlardan çıxırlar və bunların fırıldaqlarına görə Azərbaycanda xərcə düşməyən bircə ailə belə yoxdur. Xüsusilə bir detal. Mən Azərqaz söhbətlərinin demək olar ki, hamısında Namiq Məmmədov adlı bir işbazın Azərqaz rəisi və onun müavini ilə xüsusi münasibətlər əsasında təkrarən Ağsu Regional Qaz İstismar İdarəsinə rəis göndəriləcəyini demişdim. Burada bu məsələ ilə bağlı ciddi sövdələşmələr vardı və dediyim kimi də olur. Bu, cənabın birinci dönəm Ağsu və daha sonra Lənkəran regional idarələrinin rəisi işlədiyi zaman törətdiyi dələduzluq faktları barədə hətta hakimiyyətə yaxın saytlar da dəfələrlə yazıblar. Söhbət əsasən hansı faktlardan gedir? Rüşvət müqabilində verilən sayğacdan kənar qaz itkilərinin qarşısını almaq üçün kasıb əhaliyə onların xəbəri olmadan işlətmədikləri qazın pulu yazılır. İri sənaye müəssisələri qazlaşdırılan zaman texniki şərtin verilməsi üçün sahibkarlardan 10 minlərlə manat rüşvət alınır. Mülkiyyət sənədi olmayan evlərin sakinlərinə texniki şərtsiz qaz vermək üçün pasiv kodlar aktiv edilərək 500 min manata satılır. Boş olan iş yerlərinə təyinatlar böyük pullar müqabilində baş tutur. Namiq Məmmədov yığdığı pulları söhbət Tahir Əliyev demişkən rüsumdan getmir, puldan gedir. Son illər dost olduğu Azərqaz baş direktoru Azər Məmmədov və onun birinci müavini Nail Abdullayevlə bölüşür. Namiq Məmmədov fərdi korrupsiya uğurları hesabına Lənkəranda və Bakıda 3 mərtəbəli villalar tikdirib, bahalı xarici maşınlar alıb, oğlanları Kamil və Xalid Məmmədovları hərbi xidmətdən yayındırıb, bunların hamısı sokarda işləyir. Yeri gəlmişkən saxta xəstəlik kağızı ilə təchiz edilən bu gənclərə görə səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinə görəsən nələr yedizdiriblər. Namiq Məmmədovun Lənkəran Regional Qaz İstismar İdarəsində rüşvət əməlləri görünür ki, dalana dirənib. Onun cinayət əməllərini örtbasdır etmək və daha çoxlu pul qazanmaq üçün Azər Məmmədov və Nail Abdullayev Namiq Məmmədovu yenidən Ağsu Regional Qaz İstismar İdarəsinə rəis təyin etmək istəyir. Yerli saytların iddiasına görə böyük narazılıqlara baxmayaraq, Namiq Məmmədovun Ağsu Regional Qaz İstismar İdarəsinə rəis təyin edilməsi onun Azər Məmmədova və Nail Abdullayeva verdiyi 100 minlərlə manat rüşvətə görədir. Onlar Namiqi rəis təyin edəcəklərinə söz veriblər və bu işdə onlar Azər Məmmədovun Paşa Holdingdə kadrlar şöbəsinin rəisi işləyən xanımına arxayındılar. Bu kadr şöbə rəisi haqqında ötən dəfə də danışdığımı xatırlayıram. Namiq Məmmədov Ağsu Regional Qaz İstismar İdarəsinə hələ rəis təyin olunmamış, regionun istismar şöbəsinin rəisi, qazın balanslı satışı və müştəri xidməti şöbəsinin rəisi, Göyçay və İsmailli rayonlarında qəza dispeçer xidmətinin rəisi, Şamaxı xidmət sahəsi üzrə rəis müavini vəzifələri 10-30 min manat arasında satılıb. Ağsu Regional Qaz İstismar İdarəsində iyunda baş tutacaq struktur dəyişimləri zamanı 140 işçinin ixtisara düşəcəyi gözlənilir. İndidən Namiq Məmmədovun yaxın adamı tərəfindən mühəndislərin işdə qalması üçün 7 min manat, çilingərlərin işdə qalması üçün isə 5 min manat tələb olunur. Bu son məzəli faktları isə hələ ki heç bir saytda tapa bilməzsiniz. Bunlar Azərqaz mənşəli isti xəbərlərdir. Niyə məzəli xəbərlər deyirəm? Doğrudanmı sizə gülməli gəlmir? Adama söz veriblər, sərəncamını hələ verməyiblər, amma adam faktiki olaraq yeni rəis kimi yerli kadrların total təyinatına başlayıb və ştat vahidlərinin satışı ilə məşğuldur. Bütün ştat vahidlərinin satıldığı bir idarədə bu qədər rüşvəti verən adamlar o pulu hardan çıxarmalıdırlar? Əlbəttə, qaz istehlakçısı olan biçarə Azərbaycanlılardan.